Hər kəsə salam. Bugün sizlərlə verilənlər bazasını yeni test toplusuna işləyəcəyik. Gecə-gecdə bacardığım qədər sürətli gedib bitirməyə çalışacağam. Deyir ki, cədvəl fraqmentindən sahələrin tipini müəyyən edin. Baxsaq buradan ya text ya memodur. Memo çünki bizdə nədir? Yəni text short text deməkdir. Memo long text deməkdir. Daha uzun olanlardır. Burada bizdə currency ola bilər. Çünki burada variantlara baxmaqla deyirəm hələ ki. Bu date and time-dır, dəqiqdir. Bu da bizdə bir dənə variantda qalır, getdi. Maşınlar adlı, miqdar, sahə artma, köhnə toplum sualıdır. Toyotanın yerini tapmaq lazımdır. Bu 1-2. Yəni götürüb azdan çoxa ən azı budur. Sonra gəlir bu da. İkinci ən az budur. Azdan çoxa. Yəni neçənci ən azdır sualdır əslində. İndi baxın, SQL SQL-da oxuya bilərsiniz və DB, database sözü də olmuş ola bilər ki, hansı ki burada tapırsınız. Varsa bunlar verilənlər bazasının idarə etməsinə aiddir. Oracle-da olmuş ola bilər o dərsliyə görə. Oracle. Məsələ nədədir? Bir də SQL-u götürək. Məsələ nədir? Yukonun özü əslində qalan Microsoft-un təqdim etdiyi SQL belə deyək, kod neymidir. Məsələn, Android-də də Mushroom və s. var. Marshmallow var. Bunlar proqram adı deyil, kod neyimdir. Təəssüf ki, ayırd eləyə bilməyən insan tərəfindən dəstəyə salınıb. Çox təəssüf. O da 2003-də falan olmalı idi, səhv eləmirəmsə. Yəni düşünün də 2003-dən bu yana nə qədər versiyası çıxıb Microsoft-un SQL-nun və nə qədər onların kod neyimləri var və bu insanlar hələ də bu 2003-dəki adı çəkirlər ki, istifadəsi dayanıb, texniki dəstəyi dayanıb. Hər hansı bir formada Microsoft ona görə öz üstünə məsuliyyət götürmür. Biz hələ kitabda bunun adını çəkirik uşaqlara. Yukon yazsaz internetdə ştat falan çıxır Kanadada. Yukon University çıxır. Microsoft Access-də olan sahə tipləri, Memo bizdə var, deməli bu getdi. Scientific deyə bilmədim, Excel-dədir. Hyperlink var, yəni bitdi getdi. Verilənlər bazasına cədvəlin sətirləri hansı termin ilə ifadə olunur? Record, o da yazı deməkdir Azərbaycanında. Verilənlər bazasına cədvələr arasında əlaqənin tipi deyil. Belə bir şey var ki, Microsoft belə deyək, rəsmi saytında Access-la bağlı olan hissədə yazılıb ki, one to many, üzr istəyirəm, one to one, one to many, many to many. Yəni orada belə qeyd olunur ki, qeyd olunmur əslində, yəni məntiq budur ki, əgər səndə one to many varsa, many to one dediyimiz şey, yəni bax bu əks tərəfdən baxışdır. Sonradan biraz akademik mətnlərə də baxdım. Amerikadakı, Avropadakı mətnlərdə də əslində many to one var idi. Yəni kimsə götürüb Access-in saytını mənbə kimi tam olaraq göstərməyi də düzgün deyil. Çünki biz burada Microsoft Access-də belə bir şey var söhbətini yazmadığımıza görə verilənlər bazasına ümumi yanaşırıqsa, hə, main to one-dan danışa bilərik. One to many-dən də danışa bilərik, one to one-dan da danışa bilərik, main to many-dən də danışa bilərik. Amma one to two avtomatik olaraq, yəni birin ikiyə, birin çoxa deməkdir daxilində. Yəni məntiq olaraq mən fikir çatdıra bildim yəni. Deyə verilənlər bazasına cədvəli işçinin kodu. İndi belə bir dənə söhbət var. Açar sahə yox da əsas açar sahə olmalıdır burada. Çünki primary key-dən danışırıq. Bir də origin key məntiqi də var. Məsələ nədədir? Təkrarlanma olmayacaq bir yeri seçməyə lazımdır və ya təkrarlanma olmayacaq demək düzgün deyil. Yəni seçdiyimiz yerdə avtomatik olaraq sistem ora nömrələmə verdiyinə görə təkrar olmayacaq. Məsələn, işçinin adı təkrarlanma ehtimalı var. Soyadı, vəzifə, əmək haqqı, amma işçinin kodunda müəyyən qədər biz bir addım atıb təkrarsızlıq yarada bilərik. Relyasiya cədvəllər deməkdir. Bazasında ən azı bir dənə cədvəlimiz olmalıdır ki, biz deyək ki, relation qura bilək. Relation da əlaqə münasibət deməkdir. Hansı mülahizə doğrudur? Qurulmasına yalnız bir yazı, ümumiyyətcə sorğu yazı yox, sütun üzrə qurulur, sahə üzrə qurulur. Yəni yazı gördüyünüz yerlərin ümumiyyət üstünə çəkin geçsin. Deyir ki, bir sahə sadə bu düzdür. Keçdiyi növbəti. Verilənlər bazasında verilmiş cədvəldə rəngi ağ olmayan. Təzə sual, köhnə toplu mənim yadıma gəlmir belə bir sual görüm. Hansı sorğu verilməlidir? Gəlin baxaq. Bu olmaz, bu olar, bu olar, bu olar, bu olar. Bir dəqiqə. Verilməməlidir yox da verilməlidir mi yazıb? Məsələ nədir? Deməli, SQL-dan yəni SQL-dan nətər adlandırırsınız da. Başı çıxanlar varsa, Access-də əgər girsəz orada view hissələrindən görə biləcəyiniz bir şey var ki, SQL-ın özündə, yəni SQL-da biz sorğunu, query-ni yazanda V asterisk, yəni V ulduz işarəsi olur. Bir dəqiqə.
Ha, from birinci götürürük, table-ı götürürük, VS-ni götürürük. Onun əgər tekstini axtaracaqsa yanına like yazırıq. İzah eləyə bilirəm nə demək istəyirəm. Bax, belə bir şey yaza bilməzsən sən. Əgər sən bunu yazmısansa, şərtli bir sorğu dilinin var olduğunu fərz edirsən. Çünki suallarda görəcəksən və-dən belə istifadə ediblər. Və sözü belə işlənib bəzi yerlərdə. Çünki internetdəki sorğular da əslində SQL sorğulardır və və-ni ora artırmaqla avtomatik olaraq biz qəbul edirik ki, şərtli sorğudan istifadə edirik və bu şərtli sorğuda mənaya baxırıq. Yəni burada deyirik ki, rəng ağ olmayan, rəng ağdan fərqli, rəng fərqlidir ağ, hamısı eyni deməkdir. Yəni sual səhvdir, yəqin ki, B variantı deyiblər. Qəbula da keçmə inanıram ki, ən azından bu qədər yanaşa bilən müəllimlər etiraz eləyəcək. Ümid edirik. Verilənlər bazasında ixtiyari cədvəl üzərində hansı əməliyyatlar yerinə yetirildikdə həmin cədvəlin strukturu dəyişməz. Deməli, sütunların və ya sətirlərin yeri dəyişdikdə heç nə dəyişmir. Bu konkretdir. Cədvələ ixtiyari bir yazı əlavə etdikdə, bu arada struktur sütunla əlaqəlidir. Yəni yazı ilə əlaqəsi yoxdur. Dəyişilməz deyirsə bunu götürəcəyik. Avtomatik olaraq yəni heç bir şey aidiyyət yoxdur. 2-yə baxaq, cavabı çıxardacağıq aslında. İndi deyir ki, cədvələ yeni tipli sahə əlavə edildikdə artıq sual aydındır yəqin ki. Yəni sahə əlavə etdiksə, yəni struktur dəyişdi. Yəni sahələrdə silinmə varsa, əlavə edilmə varsa, tipin dəyişməsi varsa, yəni sahə ilə bağlı nə iş görsəz hər şey dəyişəcək. Verilənlər bazası haqqında yanlış mülahizələrin sayını müəyyən edin. Bismillah deyə başlayaq. Bir neçə sütuna, çünki bu daha çətindir, sayını müəyyən edirik. Sütuna eyni ad vermək mümkün deyil. Bu getdi. Deməli 5 dənə sütun ola bilməz. Sətir və sütunlar ixtiyari ardıcılıqla düzülə bilər. Bu düzdür. Cədvəldə təkrarlanan sətirlər ola bilər. İndi belə bir şey var. Primary key seçilməyibsə ola bilməz. Amma OTK-ın seçilibsə daha doğrusu ola bilməz. Seçilməyibsə ola bilər. OTK-ın sınağında biz gördük ki, bu adamlar kitabda yazılan o cümləni heçə sayır. Çünki mən dərsliyin özündə də o cümləni gördüm. Texniki olaraq hər zaman seçilir yazılıb. Amma seçilməyə də bilər var qabağında. Ya bunlar oranı oxumayıblar. Düşünür ki, texniki olaraq seçilməyə bilər də. Yəni bir seçim qoyulub ki, mən bütün yazıları təkrar yaza biləcəyim bir verilənlər bazası qura bilərəm. Bu accessdən söhbət gedir, hə. Yəni bir seçimim var orada. Primary key seçmədiyim müddətcə eləyə bilərəm mən bunu. Qəribədir, yəqin onu da düz götürüblər. Başlıca açar xüsusi sayədir və həmin sayədə məzmun təkrarlanma bu dəqiq düzdür. Verilənlərin şəbəkə modeli cədvəl kimi nəzərdə tutulsa reliyasiya olardı da. İki ölçülü cədvəl relation'dır. Ona niyə şəbəkə adlandıraq ki, bu səhv. İndi cavab 2 veriblərmi, 3 veriblərmi? Arxaya baxarsınız, əgər 3 veriblərsə bunu OTK-nın sınağındakı kimi götürüblər yəqin ki, dərslikdə üzündən oxuya bilmir. Şübhəsi olan varsa, mən dərsliyin şəkillərini çəkib ataram, bizdə Telegramda yazsınlar. Əgər yazmayıbsa, yəni bir dəqiqə təkrarlanan sətirlər ola bilər. Yəni yanlış mülahizələrin. Bir dəqiqə yəni. Mən suala cavab baxdım, hətta. 2-ni 3-ə gedəcək, yəni o ayrı. Deməli, yanlış mülahizələri. Deməli, bunu seçməliyəm mən. Birinci bunu seçməliyəm, bu dəqiqdir. Eyni adda vermək mümkündür. Deməli, mən bunu seçməməliyəm. İxtiyari ardıcılıq bu düzgündür. Başlıca sayəmin sayədə məzmun təkrarlanma bu da düzgündür. Bu da səhvdir. Əla. Ola bilər. Əgər bunu götürüm, yenə eyni söhbətə gəldiyə bəxtdən. Mən düzgün kimi oxudum, birinci, yəni səhv getdim. Burada yanlış sözünü sonradan görmüşəm, üzülürsən. Yenə də eyni məntiqdir. Əgər 3 götürüblərsə, mən bir dənə yadıma düşdü ki, cümləni oxuyandan sonra OTK-da onlar götürmüşdü ki, hər zaman açar var. Elə götürmüşdü onlar. Bu da düzgün deyil idi aslında. Elə olsaydı, düzgün götürülsəydi, oradakı bəyaqla 3 çıxacaqdı. Yox, əgər ola bilər sətirlərdə kəlamam. Axı, yəqin ki, bu 3 götürəcəklər OTK məntiqindən, yenə də deyirəm. OTK məntiqi deməyək, dimdə sual yazan adamlar OTK-ya da sual yazırlar. Yəni, adamın nə fikirdə olduğunu çıxarda bilirsən də 2 aşağı 3 yuxarı, təəssüf ki.
Gəldik bura. Bu təhqir deyil, həqiqətən təhqir deyil. Bir kitabı açıb oxuyub içindəkini əgər mənə göstərə bilirlərsə ki, sən dediyin yalandır, mən onlarla razılaşacağam. Deyək ki, lap Access həqiqətən də buna imkan verməyinə baxmayaraq dərslikdə qeyd olunmayıb. Hansı ki, dərslikdə qeyd olunub. Dərslikdə qeyd olunmasa deyərəm, yaxşı, reallıq ayrıdan uşaq onu görməmiş də ola bilər, bixəbər olmuş ola bilər. Yəni sonda uşaq dərsliklə hazırlaşmalıdır axı. Götürüb o reallıqla deyil. Əlində kompüter olmamış ola bilər və s. və axır. Bismillah. Təzədən buradan davam eləyək. Belələr bazasına aid cədvəl fraqmentindən sahələrin sayı. Sahələr buradadır. 1, 2, 3, 4, 5. O da oldu C variantı. Verilənlər bazasına cədvəl fraqmenti verilmişdir. Cədvələ fən bərabərdir informatika. Bu fikir verin, belə bir şey yoxdur. Yəni SQL-un belə bir, belə deyək ki, query syntaxisi yoxdur. Tətbiq edilmişdir. Sorğu uyğun gələn yazıların ID nömrələrini müəyyən edin. Bizə deyir ki, eyni zamanda balı 20-dən yuxarı olan şəxslərin, ki, hamısı demək olar 20-dən yuxarı, bir dənə deyəsən 7-20-dən yuxarı deyil. Onu da at geçsən. Fənni informatikadır. Deməli, 1 qalmalıdır. Kamran buradadır. Əli buradadır. Deməli, ya budur, ya budur, ikisindən biridir. 5-ə baxaq. Bu getdi. Deməli qaldı Kamranla Əli. Keçdik növbəti suala. Deyir, verilənlər bazasına cədvəl fraqmenti verilmişdir. Cədvəldə belə suallar olanda bir şey diqqət yetirin ki, əndin normalda ağırlığı var. Ona görə mötərizə qoyublar ki, bir qarşılıq düşməsin öz yerində. Əndin bir tərəf ödənib, o bir tərəf ödənməsin, onsuz da götürməyəcəyik. Düzdür. Yəni sadə olandan başlayaq. Onsuz 100% bilir ki, məntiq 25 olanların içərisinə seçmə gedəcəyik biz. Yəni 3 ola bilməz. Bu bir sadə seçim idi. İndi 4 ikisinə də var ya, sadəcə 1-in üstündə bu sorğunu yoxlayacağım ki, informatikası 10-du mu şəxsin? Xeyr. Xarici dili 10-du mu? Bəli. Deyir ki, ya informatikası ya xarici dili 10-dusa da götür. Ona görə bizdə 1 qalacaq. B variantı. Keçdik növbətiyə. Verilənlər bazasında cədvəl fraqmenti verilmişdir. Bu cədvəldə nota fikir verdiyimi əla. İndi belə eləyək. Bunun uyğun gəldiyi, baxın, bunun uyğun gəldiyi şəxsləri götürək bir qıraqda saxlayaq. Bax, buradan 7 yazıram. Çıxılmış. Axırda neçə nəfər buna uyğun gəlirsə oradan çıxardacaq. Yəni onları götürmədik. Diqqət edin. Neçə yazı sorğuya cavab verər. Bəzən deyilir ki, neçə yazı sorğuda gizləniləcək. Yəni sorğu ilə gizləniləcək. O nə deməkdir? Yəni cavab verənlər qalır, o birlər yoxa çıxır deyə yenə də burada çıxma eləyəcəkdik. Not olmasaydı çıxma eləyəcəkdik yenə də. Bizə deyir ki, yaşı 20-dən böyüklərin içərisində, baxın, and var, iki tərəf də ödənməlidir deyə mən bunu atdım hələ ki. Cinsi kişi olanları, burada qadınları atırıq. Neçə nəfərimiz qalır? 1, 2, 3. Cavab 4. A variantı. Keçdik. Onu təbii ki, not birinci tərəf, or not ikinci tərəfdə Morgan'dan da açmaq olar. Deyə bir dəfə elədik. Verilənlər bazasındakı cədvəldə yazıların unikal identifikatoru kimi, belə deyək ki, identity dediyimiz anlayışda artıq bayaq danışdıq ki, açar sayıdan danışırıq. İzah eləyə bilirəm. Keçirik. Verilənlər bazasının hansı cədvəllər arasında birin birə əlaqəsi var? Bu sual səhv eləmirəmsə hansı sınağa getmişdi və səhv idi. Deyəsən Diminus sınağındaydı, Topulda var idi və səhv. Ölkələr paytaxtlar deyəndə, bəzi ölkələrin birdən çox paytaxtı var, hansı ki, məsələn, Niderlandın, bir dəqiqə, Haqadır biri də ki, Amsterdam olmalı səhv eləmirəmsə. Ən azı yəni bir ölkənin 2 dənə paytaxtı varsa, sən bunun bütövlükdə birin birə deyə bilməzsən. Ki, cavab variantı götürmüşdülər səhv eləmirəmsə. Şairlərin şeirləri çox ola bilər, nazirliklərin şöbələri ola bilər, müəllimlərin tələbələri çox ola bilər, rayonların kəndləri ola bilər. Okey, amma birləri aşkar görünür ki, səhvdir. Belə bir vəziyyət var. Verilənlər bazasında teachers adlı cədvəl verilmişdir. Bu cədvələ aşağıdakı formada sorğu tətbiq edilir. Gör, sorğuların formatları nə qədər çoxdur. Verilmişdir. ID-ləri müəyyən etmək lazımdır. İndi bu kriteriyanın eyni sətirləri and, aşağı sətirləri orla birləşir. Məsələn, burada nəsə yazılsaydı, buraların hamısını birinci yoxlayacaqdı. Sonra buraları, buna da uyğun gələnləri
birinci yazacaqdı. Sonra buna uyğun gələnləri də ikinci yazacaqdı. Yəni başa düşməsiz elə bir sorğu olsa başa salarım. Ki məncə burada yoxdursa da qəbula da düşməyəcək. Bu daha biraz kritikdir. Amma kitaba saldım mən də onu ki, hər ehtimala qarşı qalsın. Mövzu nədir? Bizdən ID-ləri istəyir və deyir ki, maaşı 500-dən yuxarı olan şəxslərin içərisində, yəni burada artıq biz 199-u görmə ehtimalımız yoxdur. 199-u oradan çıxartmalıydıq. 500-dən yuxarı 234-ü də görməməliydik biz. Mən burada heç onları görmədim. Deməli, 900-ü də görməməliydik. Bəxtdən deyəsən heç biri yoxdur. 500-dən böyük bərabər deyir deyə bu qalır. Bir də bizdə 299. 299, 299, 299 müəyyən qədər bəxtimiz gətirdi. İndi fikir verməli olduğumuz məncə 342-dir. Çünki 561 ilə 111 eynidir. Sadəcə 342-yə baxacağam. 342 Nigar xanımın deyir ki, iş təcrübəsi 8-dən azdırmı? Bəli. Ona görə 342-ni saxlayacağam. Yəni burada buna da baxandan sonra 787-dən də başlamaq olardı. Fərq eləmir. Ümumi olaraq götürdüm mən onu ki. Hansı yaxında oradan gəldi. Keçdik. Verilənlər bazasının işçilər cədvəlində ad, vəzifə, yaş, əla, əgər sorğusuna əsasən tapılarsa, hansı işçinin siyahısı əks olunacaq? Yaşı 35-dən kiçik və ya maaşı 900-dən böyük olmalıdır. Maaşı 900 olan deyil, 900-dən çox olmayan deyil. 900-dən çox olmayan 900-dən bərabər və ya kiçik deməkdir. Maaşı 900-dən az olan, bu da görürük ki, deyil. Maaşı 900-dən çox olmayan deyil. Maaşı 900-dən çox və ya yaşı 35-dən kiçik olanlar. Maraqlı sualdır bu. Məncə köhnə toplum sualdır həm də. İndi keçdik növbətiyə. Elə suallardan mən xoşum gəlir. Niyə? Çünki uşaq vaxt bilmədən, o qədər düşünmədən, rahat yorulmadan yaza bilir. Bax, burada maraqlı bir nüans var. O da nədir? Əgər çıxmadan söhbət gedirsə, bu köhnə toplum sualıdır. Mənim bu dəyərim x-də müsbətdirsə də, 1200-dən kiçikdirsə, ondan çıxdığım, məsəl üçün deyək, 900-dən müsbət bir dəyər çıxsa, yenə də kiçik qalacaq 1200-dən. İfadə eləyə bilərəmmi? Onda şagird sayı 1200-dən kiçik olanları birincisi tapmaq lazımdır. 3, yəni 3 olmayanları biz buradan çıxartsaq və burada 5, 5 olmayanları çıxartsaq, daha rahat bir surətdə cavaba girib çıxa bilirik. Köhnə triklərdən biridir. Magistr suallarını mən o vaxt işləyəndə axıra qədər sualı oxumağa cəhd göstərmədim. Baxırdım, gördüm ki, eləyə bilirəm, eləyə bilməm, elə bir vəziyyət var. İndi fikir verin, bu mötərizədədir. End var, end var. Məntiqi vurma olduğuna görə deməli stajı 5-dən böyük və maaşı 1200-dən kiçik olanlarla bunların kəsişməsi var. Deməli stajı 5-dən böyük olmayanlar cavabda qala bilməz. Deməli 2 cavabda qalmaq ehtimalı yoxdur. Sonra bizdə 6-ın da cavabda qalmaq ehtimalı yoxdur. Bəxtimizdən 4-ə fokuslansaq cavab çıxacaq. Yəni hətta 3-ə də fokuslansaq cavab çıxara bilərik. Çünki daha yuxarıdadır. Məncə daha rahat gələr. Məsələ nədir? Mənə deyir ki, maaşı 1200-dən azdırmı? Kör yuxu gör 1200-dən çoxdur. Deməli cavab da variantıdır. Maraqlı bir sualdır. Keçdik 23-cüyə. Deyir ki, verilənlər bazasında bax bir şeyə diqqət elə, ondan sonra gedərik. Əndin bir tərəfi ödəndikdən sonra o bir tərəfi də ödənməlidir. Deməli 85-dən kiçik olanları götürməliyik. Ya onun xaricində olanların kəsişməsi. 85-dən kiçik olanları gəlin ataq. 85-dən kiçik varmı? Var. 4 getdi. Amma neçə yazı dediyinə görə biz avtomatik axıra qədər getməliyik. Və 85-dən kiçikdir bu da. Bunları götürməyəcəyik. Geriyə qalanlara bir dənə baxın. Bax deyir ki, bu və 85-dən kiçik olanları götürün. Əla. 94 olan varmı? Var. Yəni mən bunu götürəcəm. Və ya dediyinə görə, yəni 94-ü götürmüşəmsə də indi və ya ilə geririk. Deyir ki, 85-dən böyükdürmü cəbri bunun? Bəli. Ona görə mənim 3 dənə yazım qalacaq. Bəsit bir sualdır. Çox da belə qaralamadan rahat getmək oldu. Çoxluqlarla da onların həlli var. Bir gəliş sual olsa çoxluqlarına göstərməyəcək göstərirəm. Marka Mercedes-Benz or marka Toyota and nəsə belə bir şey gedir. Amma diqqət edin. Sonuncu ənddir. Bax, sorğunun sonuncu hissəsi ənddir. Deməli, əndin bir tərəfi ödənsə, o biri tərəfində ödənməsi lazımdır. Və ya bir tərəfi ödənmirsə, onsuz da onu yoxlamağıma ehtiyac yoxdur. Aydınmı? Yəni, rəngi qara və ya rəngi yaşıllar qalmalıdır. Rəngi ağ olan mümkün deyil variantda qalsın. İzah eləyə bilərəmmi? Yəni, sualı çox da fikirləşmədən getdik.
Çünki burada rəng söhbəti yoxdur. Rəngin belə deyək ki, müraciəti yalnızca sağ tərəfdədir. Yəni qara ya da yaşıl deyilsə, onsuz da çoxluqdan çıxara bilməzsən. Gəldik bura. Kitab mağazalarında müxtəlif müəlliflərin kitablarının satışları haqqında verilənlər bazası okeydir. Mənə deyə nədir? Globus mağazası bu köhnə sualdır. Of. Suyum üçün mən başım ağrıdı. Ən çox kitabı satılan müəllif. Satılan kitabların sayı. Deməli, birinci burada belə eləyəcək, kəsişmə aparacaq. 114-ün olduğu yerləri saxlamaq lazımdır ki, Globus mağazasındakı müəlliflərə biz fokuslanaq. Aydındır. Bundan sonra, yəni təbii ki, düzgün xətt çəkməyə çalışın, çünki qaralayanda sonra oxumaq çətinləşir. Bundan sonra baxırıq. Burada maksimum dəyəri harda görürük? Mən məncə Gəncəvidə görürəm. O da keçirəm növbətiyə. Yəni 56, 47 və 43-dən böyük bir dəyərdir. 5 sahədən ibarət olan verilən, bax sahə field deməkdir. 1, 2, 3, 4, 5, əla. Bazası cədvəlində hansı sahəni başlıca açar sahə təyin etmək olar? Təkrar olmamalıdır deyə avtomatik 2 dəfə baxmalıyıq. Məncə burada təkrar yoxdur. Sahə 2-ni mən götürdüm. Ola bilərdi ki, burada təkrarı görərdiniz, burada təkrarı görərdiniz və yaxud burada təkrarı görərdiniz. Sonradan bir dəqiqə. Sinifdə ən çox ev təhsili alan. Ümumiyyətcə bu ev təhsili alanların siyahısıdırsa, gəlin belə eləyək bunu. Sinif kodundan söhbət gedir. Sinif kodu. Əla. Deməli 5-dir. Yanına istəyirsiz nöqtə qoyun, nə istəyirsiz eləyin. Mən nöqtə qoyacağam. 5 getdi. 3-ün yanına nöqtə qoyuram. 8-in yanına nöqtə qoyuram. 3-ün yanına bir dənə də nöqtə qoyuram. 6-nın yanına nöqtə qoyuram. 5-in yanına bir dənə də nöqtə qoyuram. Sonra 8-in yanına bir dənə də nöqtə qoyuram. 3-ün yanına bir dənə də nöqtə qoyuram. 2-nin yanına bir dənə nöqtə qoyuram. Məndə 3 ən çox olduğunu görürəm. 3-ün də qarşısında 8D sinfi var. O da bizdə C variantıdır. Keçdik 28-ə. Verilənlər bazasına cədvəllər Lev Tolstoyun müəllifi olduğu kitabları oxuyan şagirdlər kimlərdir? İndi baxmağa çalışaq. Lev Tolstoyun özünü tapmağa çalışaq ki, Anna Karenina oxusaz Aşk-ı Memnu'ya 2 aşağı 3 yuxarı oxşuyur. Bir də Vayna i Mir. Bu qəşəng kitabdır. Müharibə və sülh. Və bunu oxuyanları tapmalıyıq. Biz kitab ID-sindən əgər getsək 43 neçəsə, 43-dən 2 dənəsi başlayır. Ona görə 75-dən qutarana baxmağa çalışacağam mən burada. 43 75 43 75 tapdım. Başqa varmı? 43 75. Bəncə var. Başaqdakıdır, hə? 43 75 28 13-dən getməyə çalışır. 28-dən çünki 2 dənəsi başlayır. 28 13 burada var. 28 13 burada var. 28 13 burada var. İndi şagirdlərin adlarına keçməyə çalışaq. Baxın, bu adamları tapdıq. İndi bunu oxuyan kimdir? 1238. 1238-də bizdə Fərid dostumuz var. Fərid olmayanlar getdi. Fərid getdi. İndi ikisindən birini tutuzlarıq da. O da necə olacaq? Deyək ki, Fidana baxaq. Fidan qızımızın 91-dən bitir. Burada 91-i görürükmü biz? Bəli. Ona görə deməli cavab A variantı olacaq. Sonrasına baxaq. Deyir ki, şagirdlərin zənglər üzrə BSG-lərin balları aşağıdakı cədvəldə verilmişdir. Neçə yazı kişi, yəni yəqin cinsiyyəti qıdsa da qadın olmaz da bu. Və informatikası kimyasından böyük və ya riyaziyyat biologiyasından böyük sorusu ödənir. Diqqət eləyək, odun bir tərəf ödənsə götürəcək, düzdür. Biologiya ilə kimya üzrə, biologiya riyaziyyata baxmaq məncə daha rahatdır. Deməli, bir ödənir. Bu sətrə bir də baxmayacağım. Bu tərəfdən ödənibdir, odun bir tərəf ödənəndə. O bir tərəfi ödənməsə belə götürəcəm. İndi kimyası üzrə, riyaziyyatı biologiyasından böyükdürmü? Bu 100 bal yəqin ki, böyükdür. Sonra riyaziyyatı böyükdürmü? Bəli, böyükdür. Riyaziyyatı böyükdürmü? Xeyr. Riyaziyyatı böyükdürmü? Xeyr. Bu üçün içərisində mən baxıram. Cinsiyyəti kişi olmaqla informatikası kimyasından böyükdürmü? İnformatikası kimyasından böyük deyil.
informatikası kimyasından böyükdür. Deməli, burada bizdə 4 oldu 29-da. Keçdik növbətiyə. Verilənlər bazası cədvəlinin fraqmentinə əsasən Kərimli VA-nın bacısını müəyyən edin. Bacı, onda Kərimli VA-nı tapaq. 10, 40. 10, 40-ı tapandan sonra 10, 40-ı tapandan sonra 10, 40-ı tapandan sonra deməli, uşaq olaraq 10, 40 buradadır və 10, 40 buradadır. Bu insanın anası və atası, yəqin cinsiyyətləri fərqli çıxar, ümid edirəm. 10, 72 kimdir? 10, 72 ilə 11, 31. 10, 72 qadındır, şükür Allah. 11, 31 idimi, kişidir. Ərəbdə olur, ikisi də cinsdən çıxır. Deməli, 11, 31-in növbəti övladı, yəqin ki, 12.02, bu da qadındır. Olacaq Həsənzadə M.A. O da olur bizdə A variantı. Suyumuz içək. Allah. Getdik növbəti suala. Məktəbin verilənlər bazasının sahələri, soyad, ad, doğum tarixi, sinif, nə bilim, nə olmaqla 2009-cu ildə doğulan. İndi bizdən nə istəyir bu? Baxın, deyir ki, bir dənə şey bilmək lazımdır. Əslində burada qeyd etsəydik ki, qiymətləndirmə şkalası 5 ballıq sistemlə mənə rahat olardı. Amma qeyd etməyib. 4 və ya 5 deyirsə, 4-ə bərabər və ya 5-ə bərabər olandan yapışacağım mən. Gözəl. Sonra mənə deyir ki, olan 10-cu sinif şagirdləri ürəyim rahatdır. 2009-da doğulan, doğum tarixi, onda Y variantı daha yaxşı çıxır. Çünki, məsələn, belə bir şey görsən və ya bunu lap bərabərliyi ilə görsən, insan içində bu sual qalır. Neçə ballıq sistemlə bu qiymətləndirmə edilir? İzah edə bilirəm. Keçdik növbətiyə. Cədvəldə soyadı A ilə başlayıb, yaşı 20-dən böyük olmayan, ixtisası fizik olan müəllimləri tapmaq üçün sorğunu müəyyən edin. Gözəl. A ilə başlayırsa, A ulduz deməkdir. Yəni, A simvolundan əvvəl heç nə yoxdur. A simvolundan sonra nəsə ola bilər. Deməli, onsuz da bunlar gedəcək. Soyadı A ilə başlayan, bu virgül bilisdə V-nin əvəzinə qoyulur Azərbaycan qrammatikasında da. Yaşı 20-dən böyük olmayan, deməli, yaşı 20-dən böyük deyilsə, bunu belə götürməyə çalışın. Not yaşı 20-dən böyük. Birbaşa özünü görmüşsə, notun bura tətbiqi bunu bu formata gətirəcək. Avtomatik olaraq bizdə D variantı qalır. Keçdik növbətiyə. Table 1 adlı cədvəl verilmişdir. Hansıdır? Aşağıdakı. Bu cədvələ əsasən aşağıdakı kimi ad sahə uyğun. Tamam. Mövzu nədir? Bizdə onsuz da görürsünüz ki, burada show hissəsində sadəcə onsuz da adı göstərir. Yəni, adları görünəcək o insanların sonunda. Descending deyir, amma mənə elə gəlir ki, bu descending nə deməkdir? Azalma sırası ilə, yəni ad azalma sırası ilə. Mənə elə gəlir, elə variant yoxdur ki, adlar eyni olsun, sıraları fərqli olsun. Mənə inandırıcı gəlmir elə variant var. Gəlin yoxlayaq. Yaşı 23-dən böyük olanları saxlamalıyıq. Deməli, Zəhra qızımızın yaşı 23-dən böyük deyil. Ona görə Zəhranı buradan ləğv edirik. Sonra 23-dən böyük olanlara görə Azər dostumuz da gedəcək bizimki. Azər heç variantda da yoxdur deyəsən. Yox, var imiş. Buradan da ləğv eləyək. Və 23-dən böyük dediyinə görə bizdən Kəmalə qızımız da getdi. Bir dənə variant qaldı onsuz da. Kamran variantdadır. Bəli. Gəldik bura. Sual bizdən nə tələb edir? Tamam. Deməli, əndin bir tərəf ödənsə, cavabda, üzr istəyirəm, ödənməsə cavabda ola bilməz o variant, aydınmı? Əmək haqqı 600-dən kiçikdirmi? Kiçikdirmi? Kiçik deyil. Rauf dostumuz 3 getdi. Yalnız 3 o getdi. 2 variant qalır. Və mən cavabı tapmaq üçün sadəcə 2-yə fokuslanacağam. Əgər 2 düzsə də, məsələn, yaşı 35-dən böyüdür buradakı şəxsin? Deyil. Ona görə bu getdi. Bizdə qalır Y variantı. Mən suyumu təkrarsiz unutmuşum. Gecəyə doğru heç də az olmayan enerjilərdən sonra insan istər-istəməz yorulur. Mənə ayıq tutan şeylərdən biri sudur.
Siz də gecə saat 3-ün yarısında, hətta 3-ə qalmış vaxtlarda dərs etməyin uşaqlar psixologiyamıza yaxşı təsir eləmir. Yuxu rejiminizi korlayır, ümumiyyətcə özünüzü gümrah hiss eləmirsiniz. Zamanla əgər alışdığımız bir rejimdirsə yola vermək olar. Birdən-birə imtahana görə o stresə girməyə dəymir. Yuxunuzu normal saxlayın. Özünüzə qayğı göstərin. Sonra bir yaş gəlib çıxır ki, dünəvizə vaxt deyirsiniz ki, kaş ki özümə bir damcı daha yaxşı vaxt ayırardım. Buna baxaq, verilənlər bazasına ki, bu arada verilənlər bazasına belə çıx, defis, mefis belə şeylər yazılırmı? Normalda CMC-dən baxanda məncə görünmür. Məncə görünmür. İlişməyən hissə, yəni üzr istəyirəm. Rap text kimi deyil də, yəni sığışmırsa sadəcə o biri tərəfindən başlayın. Belə bir şey mənim yadıma gəlmir. Baxın, və yazıb, və ya yazıb. Sən şərtli sorğu işlədirsən burada və o bir tərəfdə fərqlidir sözünü qeyd edirsən. Mən sizə dedim də qarşıda görəcəyik bunları. Bu verilənlər bazasına tətbiq olunan sorğu deyil. Bu bir şərti sorğudur. Şərti sorğularla bağlı da o dostumuza mən əməlli başlı mühazirə də verə bilərəm. Universitetin bakalavriat və magistrant səviyyələri üçün. İstəyirsən müraciət eləyə bilər o sualı kim yazmışsa. Hətta 3 universitetin materialını təqdim eləyə bilərəm. Azərbaycan dilində, rus dilində, ingilis dilində. Fizikas, indi bir şeyə fikir verin. Və-nin ən rahat olan tərəfi aradı. O və-yası daha çətindir. Buradan ixtisar eləmək asandır. Deməli, belə çıxır ki, riyaziyyatı 5 olmayanlar cavabda qala bilməz. Ona görə riyaziyyatı 5 olmayanlara cavabdan ata biliriksə, bu gedir. Öz yerində. Və soyadı i ilə başlamayanlar getməlidir. Ona görə bunlar da gedəcək bizdə. 2 ilə 3-ü biz aparsaq, yalnız 4 daha bəsit bir yoldan tapa bilirik. Bir daha izah edeyim sizə. Və buna A deyin, buna B deyin, buna C deyin, buna D deyin. Və vurma və ya toplamadır. Məntiqi toplamadan söhbət gedir. Disjunksiya bizdə belə elə bir ki, conjunction normalda kəsişmə deməkdir. Konjunksiya qeyri-Azərbaycanlı ifadə eləyə bilərəm. İndi siz deyirsiniz ki, A üstə gəl, B bu mötərizədədir. Vurulmuş C, bu da mötərizədədir, vurulmuş D. Bunları əvəzlədik. Aşkardır ki, vurmanı bu şəkildə aça bilərdik də biz. A üstə gəlmiş, B vurulmuş, C vurulmuş D. Yəni yoxmuş kimi. Və bunlardan hər hansı biri 0 olsa cavab 0 olacaq. Yəni bunun ödənmədiyi vəziyyətdə olsa cavab yoxdur və ya bunun ödənmədiyi vəziyyətdə cavab yoxdur. Gəldik buna. Meyvələr adlı verilənlər bazası cədvəli verilmişdir. Bu cədvəlin hansı yazıları verilmiş sorğuya uyğundur? Diqqət. Əndin bu tərəfinə baxırıq. Deyir ki, 40-dan kiçik olmasın. Deməli, 40-dan kiçik olanları götürməyəcəyik armudda. 40-dan kiçikdirmi? Bəli, götürmürəm. Deməli, 1 olanları onsuz da atdım. 40-dan kiçik başqa bir variant qalmadığına görə avtomatik olaraq bu tərəfə keçid edirəm. Nar 62 və ya alması 54 deyil, nar 62-ni götürmək məncə daha sürətli olacaq. 3-4-ü götürdük. Başqa variantda 3-4-ün təkrarı olmadığına görə birbaşa A-nı götürdüm. Verilənlər bazası fraqmenti cədvəl şəklində verilmişdir. Cədvəldə diqqət. Birindən yapışacağım, məncə riyaziyyat daha rahat görünür. İndi baxaq, 50-dən kiçik olan varmı? 3. At geçsin variantdan. Ümid edirəm ki, o variantlarda elə problem yaşamayacaq. Getdik. 50-dən kiçik, üzr istəyirəm. 50-dən böyükdürmü? Deyil. 50 50-yə bərabərdir. Bu da getdi. Ümid edirik ki, burada bir dənəsində ilişdirməyə yer tapacağıq. 8-dən çörək çıxmadı, təəssüf olsun. Amma 7-dən çörək çıxdı. O da D variantıdır. Bəxt gətirir. Keçdik növbəti suala. Bir dəqiqə. Bununla yəqin hamısını işləmişik. 38 buradadır. Verilənlər bazası fraqmenti verilmişdir. Cədvəl uzun olduğuna görə diqqət edin, bu sonsuzda mötərizədədir. Bu deyək ki, içəridə toplama var, burada vurma var. Bu 0 olsa gedəcək, düzdür? İndi baxıram, orta balı 70-in üzərində olmayanı at geçsin. Orta balı 70-in üzərində deyil Nurlan dostumun, ona görə mən onu atacağım. Davam edirəm, 70-in üzərində deyil Aydan qızımızın. Bəxti gətirdi. 6 Nicat dostumuz yoxdur. O da getdi, o da getdi. 2 variant qalıb əslində. Burada 7-dən bir çörək çıxmayacaq. Təəssüf, 8-dən çörək çıxdı. Deməli cavab B variantıdır. Keçdik növbətiyə.
Yəni bəzən çox belə əziyyət çəkmədən çıxartmaq olur. Düzgün yerdən yapışmaq lazımdır. Bax bu cür anormal dərəcədə çox sorğusu olan suallarda mənim elədiyim maraqlı bir taktika var, onu göstərim. Bir, burada daha çox istifadə olunur. Götürürəm, birdən yapışıram. Sorğunu sadəcə birə tətbiq eləyəcəm hələ ki. Davam edirik. Deyirəm ki, düzgün cavabının sayı 41-dən böyükdürmü? Böyükdür. Və yəni bir səhv olsa 3 variant gələcək. İkisinin arasında sadəcə 8-i yoxlayacağam ya 6-nı yoxlayacağam. İkisindən birini yoxlasam cavab tapacağam onsuz da. Və eyni zamanda qrupu 2 adımı, bəli, ona görə bu iki variantı ata bilirəm. İndi baxaq. Mən istəyirəm ki, rahat bir yerdən yapışım və burada ondan yapışmaq istəyirəm. Çünki daha çox təkrarlanan bunların arasında 10-dur mənə elə gəlir. İndi ona baxıram. Deyir ki, düzgün cavabın sayı 41-dən böyük bərabərdirmi? Tuncay dostumuz da bəli. 2A qrupundadırmı? Bəli. Bu variantı da atdıq. Burada 8-ə tullanacağıq artıq. 41-dirmi? 2A-dırmı? Bəli. Bəxtimiz gətirdi yenə də, amma 14-dən girsəydik, onsuz da buradan atıb 14-ə atacağıq. Yeni söhbət olacaqdı bizdə. Uzun sözün qısası mənim deməyə çalışdığım budur. Variant sizə köməkçi vasitədir. 14 dənəsinə birdən tətbiq edib cavab tapmaq. Məsələn, bu sorğu çox anormal iridir. Anormal iridir. Burada hardan yapışma olar? Məsələn, mən 11-dən yapışacağam ki, ən çox variantda olan budur. Daha belə ixtisari sürətli gedəcək. Sonra 3-ə baxıb, davamında 6-ya baxaram. Ən pis variant 3 dənəsini də çıxardaram. Deyirəm ki, diqqət eləyək bir dənə. Bu biraz qorxulu sorğudur. Endin iki tərəfi var və orla birləşməsi var bunun. Və burada end getdiyinə görə bunların üçü də ödənmə, ikisi ödənməlidir. Sonra bu üçüncü tərəf biri ödənməklə ödənməlidir. Aydındır? Çünki vurma ilə əvəzliyim başa düşəcəksiniz bu yaxdığım qaydanı. 11-ə tətbiq eləyək. Bizə deyir ki, balı 3700 və 4000 arasında 3700-dən böyük olduğuna görə ödənir. Və eyni zamanda bu tərəf getdi. 3700 ilə üstdən 37.000-dən 40.000 arasındaymış. 0-1-ni mən orada ixtisara paymışam sanki. Və deyir ki, 3A və ya 3B sinfindən düz gəldi. Deməli, bu iki variant getdi bizdə. İndi gələk sualın əsas mahiyyət nöqtəsinə. Mən 3-ə keçəcəm, çünki daha çox təkrarlanan hissə budur. 8-ə də keçmiş ola bilərdim. O da ayrı bir mövzudur. Hətta 8-ə keçə bilərsiniz. Bax, istəyirsiniz 8-ə keçək. Baxın 8-ə baxırıq. 8-də deyir ki, bu ödənir. 37.000-dən 40.000 arasındadır. Bu ödənmir. Bunu avtomatik atdıq. Atmasaydıq 3-ü götürəndən sonra yəqin ki 3-lü çıxacaqdı. Bu ödəndi. 3-ə ödənir. 3-dən sonra bir də 6-ya baxmalıydıq biz. 6-ya baxanda bu ödənir. Gördüyünüz kimi bu ödənmir. Yəni də altına atacaqdınız. Yəni bütün variantları belə deyək, özünüzdə sınaya bilərsiniz ki, siz hansı gedişatlardan tapa bilirsiniz. Bir dəfəyə, iki dəfəyə. Orada necə izah edeyim? Məsələn, bu qəşəng bir sualdır əslində bunu göstərmək üçün. 11-ə fikir verirsəz, yəni ən axırda olmaya da bilərdi, ən qabaqda olmaya da bilərdi. Yəni 3 və 11 tinlərdədir deyə mən 8-ə keçək dedim ki, ola bilər kimisi ağlında belə qalsın ki, həmişə tinləri yoxlamalıyım. Elə bir şey yoxdur. Ən çox təkrar kimi gördüyün nə varsa oradan girişə bilərsən. Məsələn, 11-dən mən başladım. Siz götürüb 8-dən də başlaya bilərdiniz. 8-in səhv olduğunu görsəydiniz buradan yeni iki variantın arasında yoxlamaya gedəcəydiniz ki, o iki variantdan 3 və ya nə bilim nəyi seçə bilərdiniz. Yəni hansı daha çox təkrarlanan, birinci elə belə onların arasında seçimə gedir variantlardan. Gəldik bura. Kitab mağazasında satış haqqında nə deyirsən? Axırda Saturn mağazasında ən çox kitabı olan müəllif. Məncə köhnə toplum sualıdır, əmin deyiləm. 204-dən yapışaq. 204, 204, 204. Bu Müşfiq. O da D variantı oldu. Müşfiqdə qalan bir adam yazıbsa çox maraqlı olardı. Sağ ol. Mikail Müşfiq repressiyalara qurban getmiş şairlərimizdən. Ruhu şad olsun. Tələbələr onların yazdığı fən kursları haqqında verilənlər bazası nə istəyir? Riyaziyyat fənnindən birinci qrupun neçə tələbəsinin yazıldığını. Gəlin belə baxaq. Riyaziyyatdan yazılan 226-dır. Yəni onu tapdıq. Bir də riyaziyyatdan yazılanlar 224-dən 225-dir. 24 və 25. Bəxtimiz gətirdi, üçlük buradadır. Və deyir ki, bizdən tələb olunan nədir? Birinci qrupdan buradan bu gedəndə bu ikisi qalır. O da 225-dən bizdə nəysə də özünüz başa düşdünüz, 2 nəfər qalır orada. Burada 43. Aha, tapdıq. Deyir ki, verilənlər bazasındakı cədvəl sorğusu tətbiq olunarsa, əla.
İkisindən birini götürək. Qalğı 50-dən böyük bərabərdən girəcəyik. Qalğı 50-dən böyük bərabər olmayan 3 var. 3 ayda nə pis oldu. Çox variant qaldı. Bəxtimiz gətirmədi. İndi ikinci tərəfi yoxlayacağıq. Ümumi sayı 150-dən böyük olanlar qalmalıdır. Varmı? 1 getdi avtomatik olaraq. İki variant arasındayıq. 2-ni yoxlayaq. 2 uyğun gəldiyinə görə avtomatik olaraq cavabı götürəcəm. Keçdik növbətiyə. Çünki 2 variantda qalmalıdır, başqa variant yox. Verilənlər bazasındakı cədvələ baxın, suallar həqiqətən çox seksizm əsasında yazılıb. Variantlara baxmayacağam. Sadəcə variantlar da qədər də açıqlayıcı deyilmiş. Necə sorğu deyil. Məsələ nədir? Cinsiyyət kişi. Konkret bu tip suallara baxın. Təzə yazılanları bilmirəm. Köhnənin hamısı o cür yazılmışdı. Cinsiyyət kişi. Hamısı ödənməlidir. Deməli, qadınları atırıq. Xanımlar inciməsin. Bunlar getdi. Sonra vəzifə mühasib, baş mühasib də getdi. O da inciməsin. Menecerimiz var burada. Və bir şey var. Maaş 1-ə 1000 olmalıdır. Bu da bəxtimizdən gətirir. Bir bu da Rafiq dostumuzdur, bir də Natiq dostumuzdur. Keçdik növbətiyə. Verilənlər bazasındakı cədvəldə not və cinsiyyəti qadın olanları götürməyəcək. Çünki fikir verin, cinsiyyəti qadın deyə bu tərəfdən oradan hamısı ordu, müsbət gələcək, not götürmədik. Yəni qadınları götürmürük. Qəti surətdə. Deməli, birləri atırıq. 4-ləri atırıq. Sonra bir də 6-nı atırıq. Bəxtimiz o qədər gətirmədi, 5-ə fokuslanaq. Əla. Deyir ki, baş mühasibdirsə də at getsin. Bax, fikir verin. Bu və ya budursa da at getsin deyir. Və maaşı 1100-sə at getsin deyib. 50 dostumuz da atırıq. Cavab bizdə A variantı olur. Keçirik növbəti. Verilənlər bazası. Bax, fikir verin, çox maraqlıdır. Qadın qalacaq mı burada? Çox maraqlıdır həqiqətən. Bir cinsiyyəti qadın olmaqla mühasib olanları at. Cinsiyyəti qadın olmaqla mühasib olanları at. Cinsiyyəti qadın olmaqla meneceri qalacaq. Təəssüf ki, sualın başdan fikirləşdiyim cavabını almadıq. Amma ən azından bir qadın qaldı burada. Deməli, 7 nəfərdən ikisini atdığımıza görə bizdə 5 nəfər qalacaq. Getdik növbətiyə. O notda deyirəm, ödənənləri qıraqda saxlayın, ümumidən çıxarsınız, bitdi, getdi. Həm məntiqdə tətbiq edə bilərdiniz. Mikhail. Bir dəqiqə, bu köhnə toplum sualdır. O vaxtda işləyəndə bir damızı belə bezdirmişdi sual. Bir dəqiqə təzədən baxaq. Ümid edirəm telefon nömrəsində problem yox idi sualda. Verilənlər bazasındakı abonentlər cədvəlindən soyadı Mikhail və ya Mikhail. Deməli, Mikhail 2 dənə sual işarəsi olsa daha düzgün olacaq da. Mikhail 2 dənə sual işarəsi. Mikhail Yevzad olmasında. Soyadı, görürsünüz, bir dənə əlavə simvolu icazə verib. O biri batdı. Ulduz qoyub, əslində düzgün deyil, deyəsən düzgün cavablardan biri də belə, üzüstən düzgün cavab da bu formadaydı. Mən də onda soruşurdum ki, Mikhail Zadə uyğun gəlir, axı düzgün deyil o. Deyir ki, Mikhailov və bu qəşənglə vardı düzgündə. Burada da uyğun gəlmə ehtimalı var. Mikhailov və ya Mikhailov, bu hissə düzdür. Və ünvanı 28 may küçəsi və olan 28 may küçəsi. Ora görə gedəcək bu onsudakı. Deməli, 28 may küçəsi. Və ev telefonu 7 rəqəmli olub, 7 rəqəmi ilə bitən. 7 rəqəmi ilə bitir. 7 rəqəmi ilə bitir. O maraqlıdır bu. Bu da Mikhailzadə uyğun gəlirdi. Avtomatik yəqin sizə variantıca. Bu da 7 rəqəmli deyil. Yəni, rəqəm sayı çox da olmuş ola bilər, az da olmuş ola bilər. Məsələn, sadəcə 7 də olmuş ola bilər burada. Getdi. İkisi arasında qalan çox maraqlı bir dilemmadır. Sadəcə onu yoxlamaq istəyirəm. 1, 2, 3, 4, 5, 6. Burada da inşallah ki, problem çıxmaz. 1, 2, 3, 4, 5, 6. Yəni, düşünün, bura qədər gəlmişsiniz. Bu gələrdi 5 rəqəmli bir şey. Bu gələrdi 7 rəqəmli cavab çıxarkən. B variantı adam yandırıb tökən olardı. Maraqlı.
Gəlin belə gedək. Bu işarə bilirsiniz ki, fərqli deməkdir. Bilirəm bəziləriniz bilmir, ona görə yadlarına saldım. Sayı 35-dən fərqli. Bu danadan yapışmaq daha rahat olar. Əlinin hər hansı bir yeri rahat olar. Heç belə götür. Sayı 25-dir. 25 deyilsə götürməyəcəyik. Üz üstə bir dəqiqə. 25 deyilsə ölkəsinə baxacağam mən. Ölkəsi məndə İngiltərəmi deyil. Bir olan variant getdi. Dacia gedir. 25 deyil, İngiltərə deyil. Fiat getdi. 25 deyil, amma İngiltərədir. Əla. Deməli, burada bu tərəfi yoxlayırıq. Sayı 35-dən fərqli və ya rəngi qara. O da deyil. Və ya ölkəsi Koreya. Bu da getdi. Heç bir uyğun gəlmir. Yəni, bunların hər hansı bir uyğun gəlmir. Sonrasına baxırıq. Deyir ki, 25 İngiltərə, bu tərəf uyğun, hətta iki tərəfli uyğun gəlir orada. 35-dən fərqlidirmi? Bəli, fərqlidir. Rolls-Royce bu getdi. Mən bildiyim qədərilə təyyarə motorları da buraxırlar istehsalatda onlar. Verilənlər bazası cədvəlinə hansı sorğu təqdim edilərsə tapılmayacaq. Mən bunu birinci dəfə işləyəndə deyəsən şərhlərdə yazılmayana qədər xəbərim yox idi ki, tapılmayacağı tapılacaq oxumuşam mən. Məsələ nədir? Bir A ilə başlayıb ıq ilə bitənlər. Bu A ilə başlayıb ıq ilə bitdiyinə görə bunlar tapılacaq. Deyir ki, 3 hərflidir. Bunlar 3 hərfli olmadıqlarına görə avtomatik olaraq heç biri tapılmayacaq. Çox maraqlı bir sualdır. Rahat bir sualdır. Və mənim kimi o necə deyərlər, variantları axıra qədər oxumayıb işarələyən insanlar üçün çox problemli bir sualdır. Çünki məsələn mən bunu səhv oxusaydım, mən uyğun gəlir götürüb o bir sualı gedərdim. Ki amma mən yoxlamağa çalışsam başa düşərdim ki, ığla qutarır, qabağı nə olur olsun, bu da düz gələrdi. Bu da düz gələr ki, qdan əvvəl ən azı bir simvol olsun A ilə arasında. Ortada nə olur olsun demək. Yəni deyir A ilə başlasın, q ilə qutarsın və q ilə A-nın arasında ən azı bir dənə simvol olsun deməkdir bu. Bu isə deməkdir ki, baxın fikir verin, A ilə başlasın. Bir dənə fərqli simvol, üzrdən bir simvol var təzədən, sonra ı ilə bitsin. Bunlar da uyğun gəlir. Yəni bütün variantları yoxlayan adam səhv oxusaydı belə sualı artıq dərk eləyərdi ki, 4-ü düz gəlir, biri düz gəlmir. Ona görə tam mənim kimi də eləməyin. Bir double check-ə girin. Bir double check eləyin. Sağ solunu oxuyun sualın. Cədvəldə sorğu tətbiq edildikdə aşağıdakı alındı. Maraqlıdır. Mən sadəcə buna baxacağım. Sorğunun özünü buna tətbiq eləyəcəm ki, burada əgər cavabı ala bilirəmsə, deməli düzgündür. Çünki əgər atıramma bu sorğunun nəticəsidirsə, deməli hamısı o sorğunu özündə ehtiva eləyə bilən variantlar. Məsələn, soyadları Q ilə mi başlayıb hamısı üstdən? Bax deyir ki, maaşı 640-dan kiçik olanlar olmalıdır və eyni zamanda soyadları Q ilə başlamayanlar olmalıdır. Soyadına Q ilə başlamır, mən bunu götürəcəm. Ola bilərdi ki, başqa variant olsun. Ona görə, bayaq dediyim söhbətə görə bunun qabağına sual qoyub bu birləri oxuyacağam. Bəlkə burada tətbiq edəndə başqa bir şeylər alınacaq. Baxın. Soyadı M ilə başlayanlar və ya adının sonu N ilə bitənlər. Bu tərəfdən də bu gəlir. Bu da biraz problemlidir. Soyad hamısı M ilə başlayır və eyni zamanda adının sonu N ilə bitməyənlər. Bitən var deyə deməli 100% dəqiq deyil. 600-dən kiçik, 600-dən böyük burada qalıb deyə. Bu deyil. İki variant orada biraz belə şübhəlidir. 641-dən kiçik və eyni zamanda adını ilə bitən adam var, bu getdi. İki variantda artıq mən bunu burada tətbiq eləyəcəm. Adını ilə başlayan başqa bir adam varmı ki, burada ehtiva olunmayıb? Məsələn, Selcan qızımız var, Məlikzadə. Bəlkə də yaşı məndən çox deyir, qızımız deyir. Burada görünmür. Deməli, bu düz deyilmiş də. Avtomatik olaraq A qaldı. Tak deyə götürəndə bəxtinə düz də çıxa bilər, bəxtinə səhv də çıxmış ola bilər. Məsələn, bəlkə də B variantı idi cavab. Birinci yoxlayanda buradan uyğun gəldi, ondan iş bitmir. Çalışın, müəyyən qədər baxın, əgər kəsdirməyə qaçmışsınızsa da axıra qədər yaxşı getməyə çalışın ki, onu bir də üstündə yoxlayın. Hə, bütün variantlarla nisbətdə bu daha yaxşı alınıbsa, ehtimal var ki, düzgün cavab odur. Tələbələr adlı verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Bu cədvəldə riyaziyyatı 20-dən böyük, not biraz uzun çəkdi. Əsas odur ki, biz mötərizələr tutmağa çalışıq. Bu birinci mötərizə, bu ikinci. Deməli, əndin bir tərəfi budur, o biri tərəfi solda qalandır. 21-dən böyük bərabər olmayanları atın getsin.
Deməli, bu bizdə onsuz cavab da ola bilməz, bu bizdə cavab da ola bilməz, bu bizdə cavab da ola bilməz, bu bizdə cavab da ola bilməz. Geriyə qalana bu sorğu tətbiq olunacaq artıq ki, riyaziyyat 20-dən böyüksə qalsın. Riyaziyyat 20-dən böyüksə qaldı. İndi deyirəm ki, tarixi 20-dən kiçik olmasın. Tarixinə baxıram, 20-dən kiçikdirmi? Deyil, qaldı bu da. Deməli, mənim 2 dənə bir dəqiqə sorğum cavab verir, amma burada bax ikinci dəfə oxuyun. Ödənməyən. Deməli 6 çıxılmış ki, 4 dənəsi ödənmir. Bu cavabı götürmürük. Aydınmı? Bax, yenə də deyirəm, bu sual ikisi də mənim üçün çox oxşar suallardır. Hardaydı o? Tapmayacaq və burada da ödənməyəcək. Ciddi mənada ikisi də oxşar suallardır. Çünki başdan, yəni fikir vermişdim ona ikisində də. Gözdən qaçırsam cavab itirəcəm. Sizdə də elə olacaq. Yorğun vaxtınıza düşsə, sualın üstü görmək ehtimal çox aşağıdır, dəhşət aşağıdır. Bəzən olur deyir ki, o başda demək sorğu gizlənəcək, nəticə gizlənəcək, neçə yazı gizlənəcək. Bu o deməkdir ki, yəni ümumidən o tapdığınızı çıxın, yəni və məsələn atıram. Burada axırda ikisi görünəcək axı. Bir bu Akif dostumuz, bir də Aytac dostumuz, düzdür? Deməli onun 4-ünü gizlətmisiniz də siz. Sorğunu ödəməyib ki, görünmür də, icra eləyə bilərəm. Verilənlər bazasında cədvəldə soyadı M ilə başlayıb, M ilə başlayıb, vergüllərdir və ya sözündə görməm. Orada olan variantları atmaq istəyirəm ki, biraz rahatlaşsın ortalıq. Əla. Soyadı M ilə başlayıb, soyadı M ilə bitib burada fikir verin. M və nə olur olsun, M və nə olur olsun. Buradan problemimiz yoxdur. Yaşı 33-dən böyük olmayan. Deməli, not deyirik. 33-dən böyük olmayan. Ya not verəcək, notu burada görmədiyimizə görə, deməli, daxilə tətbiq olunub. Bu da belə dönür. Bir şey fikir verin. Bərabər olanlar bərabərdirsiz, bərabərdirlər, bərabərdirsiz. Bir dəqiqə, bərabərdirsiz olanlar da bərabərlə hala keçir. Necə deyim yəni? Budursa da, o birini yazanda bunun əksini bərabər də atın. Amma budursa da, əksini yazanda bərabər də yazmayın. Yəni, bir tərəfdə həmişə bərabərdir qalır, ifadə eləyə bilərəm, nə demək istəyirəm. Yəni, bunda yox idi deyə bunda yazmışam o bərabərdir. 33-dən böyük olmayan, 33-dən böyük olmayan gəldi bura. Yaşı 33 kiçik bərabər bölünür. İxtisasi informatika olan müəllimləri tapmaq lazımdır. Məncə A variantı tam düzgündür, amma double check-ə girəcəyik. Bayaqdan deyim söhbətlər. Bu hissədə görürsünüz ki, ödənmir. Hətta buradan da göstərmək olar. Və burada görürsünüz ki, bərabərini itirib. Çox adam bəlkə burada il işarəti. Onu yadda saxlayın. Bir tərəfdə bərabərlik yoxdursa, o birində bərabərdiyini yazmalısınız məcburiyyətlər. Çünki böyük deyilsə ya bərabərdir, ya kiçikdir. Kiçik deyilsə ya bərabərdir, ya böyükdür. 12 işçi haqqındakı verilənlər bazası cədvəlinin aşağıdakı sorğu tətbiq olunarsa, tapılan yazıların ID nömrələri neçə olar? Olar. Gözəl. İndi sorğu 12 nəfərlik bir yerə tətbiq olunduğuna görə mən istəyirəm biraz bunu yüngülləşdirim. O da nə cür eləmək olar? Ən çox təkrarlanan məncə 7-dir burada. 4 də təkrarlanan olsun, yəni 7-dən girmək məncə sürətli olacaq. 4-7 ilə ikisi də eyni variantlardadır. Avtomatik 1-i yoxlayacağam ondan sonra, əgər elə problem olsa, sonra 3-ü yoxlayarıq. Deməli 7-nin olduğu nədir? Bizdə bu hissə getdi, birinci tərəfidir, bu hissə getdi. Onda əmək haqqı 1400-dən böyük olmaqdan başlayaq. 1400-dən böyük bərabərimi deyil. Yes. Nə qədər qabaq düşdük. O, burada çox yaxşı bir yerdən gəldi ki, əmək haqqı buradadır. Nə mənada deyirəm, amma fikir verin. Bu birinci hissəsidir vurmanın. Bu ikinci hissəsidir. Bu da onun son hissəsidir. Üçüncü hissəsidir. İfadə edə biləm, bu axırı da elə bir ki. Vurmada bir hissə 0 çıxsa, cavab 0 çıxmalıdır. Yəni, əmək haqqı buradan alınmayıb deyə getdi ondan. 6 yəqin ki, düzdür, 1-ə baxacağım. Əmək haqqısı 1400-dən böyük. Ödəndi mi? Ödəndi. İndi buna baxıram. Departamenti IT-dirmi? IT-dir deyə o biri tərəfi yoxlamayacağım, çünki buradan cavab çıxıb. Və burada yoxlayacağım budur. Deyir ki, adı A ilə mi bitir? Adı A ilə bitmir. Amma deyir, ya da N ilə mi bitir? N ilə bitib. Deməli, bir düz daha variantıdır. Keçdik növbətiyə. Yəni, 12 dənənin gördünüzmü, 2 dənəsindən cavabı tapa bildik. Verilənlər bazasındakı cədvəl aşağıdakı sorğu tətbiq edilərsə, hansı nömrəli yazılar verilən sorğulara cavab verər? Burada birinci tapmalıyıq ki, əsas hissəsi hansıdır? Baxın. Əndin əsas hissəsi burada qalıb. Deyir, bal 73-dən böyük olanları götürmə.
Balına baxıram, 73-dən böyükdürmü götürməyəcəm. Bunlar getdi. 73-dən böyükdürmü 3-ü də atacam. Qırağa bəxtimizdən o qədər də böyük bir dəyişiklik eləməlidir. 4-ü də atdıqca bir dənə A variantı qaldı. Bəsit. 1-2 dəfəyə tapdıq məncə. Verilənlər bazasının fraqmentində ailə münasibətləri həmişə səhv elədiyim suallardır. Hətta mən uşaq olanda nənə baba nə idi? Əstəğfurullah, nəvə babadan böyük çıxmışdı. Elə bir sual işləmişdim, travmam var ondan bağlı. Verilən verilən məlumatlar əsasında Məmmədova A-nin tapdıq. 23-dür. Nənəsinin soyadını tapın. Və nənəsi nədir? Bu 23-ün birinci bu ana ya atasını tapmaq lazımdır. Ata ya ana, ata ya anası və onların anası. Belə bir şey olacaq da yəqin ki. Bu 23-ün 13-dən 85-i tapdıq. 13-dən 85, 13-ün 92 və 95 valideynləridir. 95-i mən görmürəm. Hə, gördüm. Bu qadındır, Cəfərli. 100% nənəsi onda bu. Cəfərli Tını. O biri kimdir? 82, 2 dənə nənəsi çıxmazda yəqin qaralı bir kişidir. Ən azı bu təfəddüs gəlir. Deyəsən köhnə tabloda var idi bu sual. Yəni 13-ü tapdıq, bir də 85-ə baxaq. 85 ilə bağlı məlumat yoxdur. Yəni 13 nə idi heç onu da bilmirik. 13 anasıdır. Qaralı. 13 anasıdır. Sadəcə belə bir vəziyyət var ki, bu atası haqqında, yəni 85 Hüseynli İT. Onunla bağlı heç bir məlumat yoxdur burada. Yəni tuta bilmirik ki, kimdir. Keçdik. Verilənlər bazasındakı cədvələ görə aşağıdakı sorğunu ödəyən yazılar hansıdır? Kredit faizi, note and note. Uzun bir şeylər var, amma əndin bu tərəfi göz ki, bir dənə bütövdür. Sonra bu ikinci bütöv buradadır. Üçüncü bütöv də buradadır. Yəni biri ödənməsi cavabda ödənməyəcək. Çünki əndlər ardıcılığı vurmadı. Kredit faizi 30-dan kiçik olanları saxlayırıq. Böyüksə getdi. 30-30-dan kiçik deyil. Bəli. Unibankda kiminsə borcu dəhşət çoxdur. Bu da 7. Vəziyyət super kritikdir. Sualı hardan həll eləmək olar? Məncə daha kiçik olandan başlamaq olar. Depozit faizi 12-dən böyük olanı götürməliyik. Depozit faizi 12-dən böyükdürmü? 12-dən böyük deyil. Orada bir dənə ağıllı addım ataq. 12-dən böyükdürmü? Bəli, dəqiq böyükdür. Altına atdıq. İndi bu 56-cı sual bir damcı bizə super kritik atır. Həqiqətən super kritik atır. Üçüncü hissəni mən yoxlamaq istəmirdim uzundur deyə. Yaxşı, birinciyə tətbiq eləyək onu. Filial sayı daha doğrusu. Sadəcə birincidən götürəcəm. Ondan böyükdürmü? Buradan bizə 0 qayıdacaq. Yəni ödənmir. Ödənməyənləri götür deyir. Yəni ödənənləri götürmədiysə ödənməyənləri götürdən eyni şeydir. Ona görə A variantı qalacaq. Ümid edirəm başa sala bildim bunları. Çünki ixtisar apardıqlarımda əmin idim. Və burada da fikir verin. Hətta filial sayı diqqət eləsəz nə demək istəyir? 10-dan böyük və 40-dan kiçik 10-dan 40 arasında. 10-dan 40 arasında deyil bu. İndi 3-ə də elə belə double check-ə bax. 10-dan 40 arasında da ona görə bunu götürməməliyik. Yəni double check 3-ü ona görə yoxladım. Verilənlər bazası. Başladı açıq tipli suallar. Yanımda suyumuzu içək. Verilənlər bazası fraqmentinə əsasən əla. Notun bu tərəfində deyir ki, ə ilə başlayanları götürmə. Ona görə bunu götürməyəcəm. Sorğusunun cədvəlində yazıları bir dəqiqə hansı nömrəli yazılar cavab verər? Okey, onda yanaşım yazacağıq onları. Ələri biz atacağıq olsun və bizə deyir ki, yaşı 25-dən böyük olanlar 100% qalacaq. Onda 2 qaldı. Sonra 3 qaldı. 25-dən böyük 5 qaldı. 6-da ikinci hissəni yoxlayırıq ki, 950-dən kiçik deyil. Ona görə 2, 3, 5 cavabda qaldı. Verilənlər bazası fraqmentinə əsasən. Bu biraz uzun oldu. Not tərəfinin üzr istəyirəm. Notun bura bitişik olduğunu unutmayın. Not tərəfi dedim biraz ayım. Burada mötərizə belədir. Çünki bəzən not yuxarıda qalıb deyə yadımızdan çıxır. Onu özünüzdə altından xətt çəkin, eyni hiss eləyən elə fraqmentləri görəndə nəzərə alın.
Əndin bir tərəfi daha kiçikdir, oradan başlayaq. Xarici ilə 19-dan kiçik bərabər. Bir dəqiqə, hansı yazılardır, neçəsi demir. Çünki çox diqqətli olaq. Suallarda neçəsi və hansılar artıq cavaba təsir edir və variant yoxdur deyə sizin orada itirmə şansınız çoxdur. Cavab verər, bax fikir verin bu hissəyə də. Verməz deyilən bir yer olar, yenə də variantda yoxdur deyə siz itirəcəksiniz sualı. Diqqətlə 2 dəfə oxuyun. Bu belə suallar yazdın, yazdın, yazmadın, yazmadın. O dərəcədə. Və boş bir şeydə qapıdan çıxdın, niyə bunu yazmadım deyə təəssüf hissi keçirdim. Xaric ilə 19-dan kiçik bərabər olanlar qalmalıdır. Deməli, bu 1 getdi. 19-dan kiçik bərabər, kiçik bərabər, kiçik bərabər, kiçik bərabər, kiçik bərabər. Buranı yoxlayırıq. İnformatikası 20-dən kiçik, məntiqi 28-dən böyük olanları götürməliyik. İndi baxın. İnformatikası 20-dən kiçikdirmi? Xeyr. Deməli, onsuz da bu ümumilikdə ödənməyəcəyinə görə mən bunu götürə biləcəm. İnformatikası 22-dən kiçikdirmi? Bəli. İkinci tərəf yoxlayıram. Məntiqi 28-dən böyükdürmü? Deyil. Bunu da götürəcəm. Çünki ümumilikdə informatikası 22-dən kiçik və eyni zamanda məntiqi 28-dən böyük olanları götürməliyik. Ki bu da onlara aid deyil. İnformatikası 22-dən kiçikdirmi? Deyil. Götürəcəm. İnformatikası 22-dən kiçik, məntiqi 28-dən böyükdürmü? Bəli. Onları götürməliyik. İnformatikası 22-dən kiçik, məntiqi 28-dən böyükdürmü? Deyil. O zaman bizdə 2, 3, 4 və 6 cavablarımızdadır. Keçdik. Cədvəldə maaş sahəsi üzrə azalma sırası, maaşı bir dənə tapın. Azalma sırası bizdə Z2E olaraq keçəcək. Vüsal neçənci yerdə olacaq? Vüsalı bura ataq. Çaşdırmamaq üçün ən az tapmağa çalışaq. Üz üstəm, ən çoxu. Deməli, bu olacaq bizdə 1, bu olacaq bizdə 2. Davamında 1300-dən sonra məncə 800-dən daha kiçiyi hələ ki yəni böyüyü görmürəm. Bir də bu var. Deyəsən Vüsal 5-cidir. Double check bir dənə deyəyim. 1300 850 deyəsən hə. Ümid edirəm ki düz yazdıq. Verilənlər bazasındakı cədvələ tətbiq olunan müəllif sorğusunun nəticəsində əsərlərin tiraj sayının cəmini tapın. Bax, fikir verin, fərqli bir şey deyil. Demir, 1-i, 2-ni neçəsi tiraj sayılarının cəmini deyil. Deməli, əsəri K ilə başlayanlar, onlar bunlardır. Və ya müəllifi N ilə bitənlər, bu hissə var, bir də bu hissə var. Bəxtimizdən hamısının cəmini istəyirmiş. Onda nə cür eləyə bilərik? Bunların axırı 300 ilə qutarır. O da 3300, 3300-ün üzərinə 3300, 4000, 5000. Bir düzəmliyim. Bu 0, bu da 0. Bu 5, bir yadda. 6, bir də yadda 7. Bunlar N ilə bitib. Bunlar da bir dəqiqə K ilə başlayıb. Gəldik bura. Tələbələr və onların yazdığı fənlər haqqında verilənlər bazasının əlaqələndirilmiş cədvəli. Məndən nə istəyirsən dostum sən? İnformatika 2-ci yer. İkinci kursun tələbələri. Deməli, informatika 116 var bizdə. 116 var. İnformatika 112 var. İnformatika 113 var. İnformatika 115 var və informatika 114 var. Bizə deyir ki, ikinci kursun neçə tələbəsi? İkinci kurs burada, burada və burada. Deyəsən 3 dənə tələbə. Bir dəfə də baxaq. Bir dənə də burada aşağıda yoxlayaq. 112, 114. 114 yox imiş. 110 var imiş. Bu tarixlə qarşıda. Eyni vaxtda necə ola bilər bu tarixi də seçək? Olsun 3 deyərək onda. Ən azı burayla düz gəldi. Aşağıdakı tikinti şirkətləri, ofis. Yaxşı, ofisin adını tapaq hələ ki. Ofis MTK M, MTK G2, MTK G1. Bunlar getdi. İndi M, G1, G2. Bunlar ikisi Gəncədir deyə bizim 2 dənə şəhərimiz qalır. Əvvəldən mi belə idi bu sual bilmirəm. Məncə amma variantlılarda var idi. Elə görmüşəm. Bu Riviera, Miviera bunları görmüşdüm mən.
Bir dəqiqə. Coleman var mı burada? Carter. Nə deyir? Cədvələ görə neçə ölkənin medalçısı hündürlüyə tullanma üzrə birinci yeri tutmuşdur. Hündürlüyə tullanma Coleman var. Birinci yeri də tutub. Hündürlüyə tullanma. Aha. Coleman dostumuz Amerikalıdır. Birinci yer Rüstəmov hündürlüyə tullanma. Azərbaycanlı ümid edirik. Hündürlüyə tullanma Carter varımızdır. O da Amerikadır. Bəlkə söhbət burada vurmağa çalışıb 2 dənə ölkədir. Gəncəni necə 2 dənə verib, onu da elə verib. Verilənlər bazasındakı cədvələ aşağıdakı sorğu tətbiq edilərsə, neçə yazı verilən sorğuya cavab verər. İndi belə baxaq, bu sual daha rahat yerindəyim. Bu vurmadır mötərizələrdir. Bunlar da toplama. Toplamaların onsuz da mötərizələrini açmaq olur da. Məsələn, x üstə gəlmiş, y üstə gəlmiş, z kimi baxın. Burada deyək ki, vurma olan hissə var. Bunlar heç belə baxmasaq da eyni şeydir də. Hər hansı bir ödənsə cavab çıxacaq. Yaşı 30-dan böyük olanları götürəcəyik birinci. Bunları götürdük. Bizə deyir ki, neçə yazı sorğuya cavab verir. Onu qeyd elədik. Davamında deyir ki, maaşı 500-dən kiçik olanlar. Maaşı 500-dən kiçik olanlar. Mən buradan götürdüm. İndi bu geriyə baxmağa çalışacağam. 1 və 4-ə tətbiq edəcəm bu hissəni. Artıq sual nə qədər rahatlaşıb hiss edirsiniz. Deyir ki, adı idlə bitən. Eyni zamanda deyinə görə Xalidə getdi. Mümkün deyil də, yəni ya variant cavab 3-dür, ya da 2-dir. 1 də ödənməmiş ola bilər. Və soyadı Əhmədov. Bax fikir verin. Deyir ki, adı idlə bitən. Buradan ola bilər ki, siz fikirləşirsiniz ki, cavab artıq 3-dür. Bir dəqiqə, mən nə deyirəm? 3 ya da 4 ola bilər də, hə. Amma burada görürüz ki, Əhmədov ümumiyyətlə ə ilə başlamayıb heç. Yox, getdi. Deməli cavab 3-dür. Düşdük aşağıya. Bizə deyir ki, verilənlər bazası Allah. ABC şirkəti. ABC-ni tapdıq. 1-2-3-dür. 1-2-3-ün olduğu yer burada var. Burada var. Ambarda cəmi neçə manatlıq malı var? Köhnə toplum sualı səhv eləməmsə. Deməli, malın ID-si. Malın ID-si 11-dir. 11-in yanına qoyduq. Bir də 15-dir. Əla. Bundan 8 dənə varımızdır. Bundan 12 dənə varımızdır. Onda bu bir dəqiqə. 8 onda 5 vurulmuş 6. O da bizdə 17 vurulmuş 3. O da bizdə 51. Onda bu bizdə 25 vur 4. O da bərabərdir 100. Həmişə səhv hesablayıram. Bilmirəm. Buradan da 151 eləyib. Bir dənə təzədən baxaq. Bir dəqiqə. Gəlin bunu belə eləyək də. 125 bölünmüş 10 vurulmuş 8. 4 qaldı, 5 qaldı. Dədə-baba qaydasında bu. Deməli 2, 5, bu 100 dəqiqdir. Ya ona baxaq. 425 bölünmüş 100 vurulmuş 12. 12. Deməli 3 burada, 25 burada. Burada bir dəfə, orada 175 qalır. 175. 175. 8 dəfə olmaz. 7 dəfə 51. Düzeymiş. Keçdik. Məktəblilər arasında keçirilən kod saatı Bebras, Kenguru. Uşaqların çox kenguruya falan gedir. Sevindirici halda, həqiqətən sevindirici halda. Sorusuna neçə yazının uyğun gələcəyini soruşur. Gəlin buna baxaq. Sual ekrana sığışmır. Sual ekrana sığışmır. Bunu yazan adam yani fərqindəymiş mi ki variant yazmayıb buna? Stop. Allah'ım sen mənə səbəbi. Və ciddi deyirəm. Bu nədir belə? Gəlin başlayaq. Bismillah deyək. Baxın, hamısında end var. Siz bunu vurmaq kimi açsınız, görəsiz ki, hamısı ödənməliymiş sənə. Kod saatı birbaşa 100-ə bərabər olmayanları ataq. Tamam mı? Birbaşa 100-ə bərabər olmayanları ataq.
Kod saatı da düzdür. 100-ə bərabər olmayanlar atdıq. Güzel. Sonra mənə deyir ki, B burası birbaşa 100-ə bərabər olmayanları da at. Yəni bu ödənənlərdən B burası da getdi. Və sonra mənə bir də deyir ki, bunların cinsiyyəti kişi olsun. Survivorlardan qəşəng qızlarımızın hamısını atırıq çölə ki, bizdə cins ayrı seçkiliklər var. Bütün suallarda belə də mən fikir vermişim. Bir dənə sualda sadəcə nətərsə bir dənə xanım qaldı axırda. O da bəlkə fikirləşilməyib ki, soruqdan sonra nəsə qadın qala bilər. Kenguru 100-dən kiçik. Kenguru bir dəqiqə. 100-dən kiçik 80-dən böyük 180 arasında olmalıdır. Burada fikir verin. Sağ qalanların siyahısında bu var. Yumrulayacağım artıq sağ qalanların siyahısını. Burada o 80-80-100 arasına düşür deyə. Bu da düşür 80-100 arası. Bitti mi? Bu da 80-100 arasında. 2 tane olur ki bu. 1, 2, 3, 4 tane. Sual özlüyünde çətin değil. Sadəcə ən azı mən bəyənmədim. Yəni o değildi o sual. İndi baxaq. Mötərizələri ayırt etmək bacarığımız olmalıdır. Bu birinci mötərizə, bu bunun mötərizəsi və başa düşürük ki, avtomatik olaraq əlinin bir tərəfi qalırmış bu. Niyəsini izah edeyim. Bu bura aiddir. Bu mötərizənin qabaq hissəsi budur. Demək onlar bir yerdədir, bu da ona aiddir. Demək fizika tərəfini tapacaq. Əlinin bir tərəfi budur. Fizikası 20-dən böyük, bərabər olanları saxlayır. Əla. Fizikası 20-dən böyük bərabər olanlar. Ülkər xanım qaldı və 20-dən böyük bərabər olanlardan Ülviyə xanım qaldı. Gözəl. Geriyə qalanlarda bizə deyir ki, şərtini ödəyən neçə yazı var. Baxın, bunları yumruladıq. Eyni zamanda bu şərti də ödəməlidir. Riyaziyyatda 35-dən yuxarı olmalıdır. Ülviyə xanımın və ya informatikası 20-dən, bu tərəfdən olsa kəsilib. Və ya informatikası 20-dən böyük olmamalıdır. 20-dən böyük olmamalıdır. Diqqət eləyin. 20-dən böyük olmamalıdır. Ya da 35-dən böyük olmalıydı. Ki bu Ülviyə xanımda kəsildi. Bax, bu tərəfdən 2-yə indirdim. Eyni zamanda bu tərəf də ödənməlidir. Artıq sadəcə bu ikisinə tətbiq elədim. Ümumidən çıxartmağa çalışmadım. Mənə elə gəlir cavab 0 qaldı. Neçə yazdım? Çox çaşdırıcı, dəqiqətən çox çaşdırıcı. Çünki uşaq 2 dəfə baxsaydı belə 0-ı görəndə cavabdan qorxacaqdı. Sual qorxuludur. Gəlin baxaq. Məntiqi bu tərəfdən yapışmağa çalışacağam. Survivorlara bunları tətbiq edəcək. Neçə yazı qalır sualına görə. Deməli, bizim 1 və 2 qaldı. Hətta da qaldı. Bir dənəsi gedilmiş sən demə. Bəxtimiz gətirmədi. İndi baxın. Hər hansı bir ödənsə qalacaq. Xarici dil və ya informatikası 10 olanları saxlayıb. Qaldı. Qalmadı, qaldı. Deməli, 2 dənəsi. Aydındır. Yəni, bu tərəfdə görürsünüz ki, 2 tərəfli ödənməyib. Verilənlər bazasındakı cədvələ tətbiq edilən niyəsə mənə elə gəlir ki, bu sual 22 sualdır bu ilin. Belə bir şey mənim yadımda doğru. Miqə girmişəm deyə deyirəm. Aydil də bir dəfə girəm Miqə və məncə bu sualı görmüşəm. Birə-bir eynisi olmasa da oxşar idi. Olsun. Köhnə topluda yoxdursa da dəqiq o, dediyim kimi oldu. Bir dəqiqə. Universiteti buda olanlar 100% qalacaq. Neçə yaz uyğundur? Bunu saxlayırıq. Bunu saxlayırıq. Və əla. Davamında deyir ki, buraxılış ili 2000, o da UNEC idi. Hə, indi yadıma düşdü. O sualda UNEC idi. UNEC bir də 2020 neçələr idi. İndi yadıma düşdü orada. Yox, sırf bu deyildi. Və bu da göstərir ki, əgər bu köhnə toplu sualsa, toplu işləmək, əgər müəllimlər izləyirsə bunu, toplunu yaxşı işləyin. MİQ imtahanında topludan düşür, artıqlaması ilə düşür. Geriyə qalanlardan 15 olan varmı? Burada 15, bir bunda var, bir bunda var. Natiqlə Həsən dostumuzda. Ümumi 1, 2, 3, 4, 5. 5 dənə bizdə qaldı. Özüm yorulmuşam deyə lənk gedir, üzülü sayın. Saat 4-də 20 dəqiqə işləyib. Bunun hələ səhəri var. Saat 9-da qalxmasam yəqin 10-da qalxacam.
Çatdırılma xidmətinin əla kuryerin Əhmədzadə küçəsinə çatdırdığı məhsulların ümumi məbləğ lazımdır. Əhmədov üzü üstə küçəsi. Küçə hardadır ümumiyyətcə? Əhmədov küçəsi burdadır. Əhmədov küçəsi burdadır və yoxdur. Ev 12 və 16. İndi sifariş edənlər Əliyeva BV, Əliyeva BV, Əliyeva BV və Dadaşova xanımlarımızdır. Deyəsən fast food sifariş veriblər KFC-dən falan. Pulsuz reklamlarını elədiyimə görə KFC-dən xahiş edirəm mənə sponsor olun. Dank. Bu zarafatı niyə elədim? Mən öz videolarımı öz telefonumdan giriş eləyəndə belə, düşünün, öz videoma giriş eləyirəm ha. Bir də görürsən şərh yazırlar, deyir filan sualda səhv eləmişsən. Açıram, Voltun reklamı çıxır. Öz videoma reklama baxıram. Düşünürsünüz bu nə deməkdir? Öz videoma, öz hesabımdan giriş. İlahi, YouTube sən neynirsən? Bir dəqiqə. Bir paketimiz var. Bir dənə fikirləşim. Bunların bir-birinə vuracağım. Məbləği cəmi belədir mi bu? Cəmi manat, məbləğ, bir paket. Yox deyilmiş. Niyə? 2-ni buna vuranda bu eləyir. Biraz diqqətli olmaq lazımmış. Yəni cəmini verib. Onda bir dənə buranı cəmləmək qalır. 29, 196, 158. 5, 3 attım bir yadda. 3, 12, 17. Ümid edirəm düz sayıram. Yox 18 eləyir. Bundan bu 0 eləyir. Bu da yox 7. Bu 2 imiş. Nəysə səhv eləyirəm. Bir dəqiqə. Setitdi. Gözləyim. Gəlin belə eləyək onda. Bundan 4 dənəsini çıxıb buna verim. Bu olsun 25, bu olsun 200. Dədə-baba qaydası ilə gedir. Yaxşı. Bundan 2 dənəsini də çıxıram. Atıram buna. Bu olsun 23, bu olsun 160. İndi bu ikisini cəmləyirəm. 183 eləsin. Buna da 200 atım. Eləsin 383. Düz getdim mi? Belə toplamaq asan. Mən başım işləməyəndə həmişə elə eləyir. Məktəbdə oxuyanda. Gördüm ki, getmir. Bacardığım qədər sıfırlayırdım. Ya, necə deyim, yumrulamağa çalışırdım da axır hissələrini ki, balacanı yox eləyim, böyüklərin arasında ən azından çətinlik yaranmasın. Axır hissələrdə həmişə nəyisə yadda saxla, vur, çıx, o çətinlik eləyir. Təranə Rzayevanı tapmaq lazımdır. Köhnə toplum sualıdır. Məncə informatika müəllimi idi o da. Yox, nəysə. Və fənnin ID-si buradadır. Nə deyir? Dərsləndə iştirak edən 12, bəlkə informatikadan da dərs deyir. 1236, 1236, 1236, 1236, 1236. 2-4 nəfər iştirak eləyir. Nə deyir burada? Oğlan şagirdlər cinsi ayrı seçkiliyi hələ də davam edir. Bu arada cinsiyyəti yazmaq məncə daha düzgündür. Yəni nə bilirik də Məryəm kişidir, Eliya İbrahim qadın deyil. Yəni necə biləcəyik? Zarafat edirəm. 110110 110110 Mir Rəhman. Yaxşı. Gəldik bura 110111 110111 Nihat. Yaxşı. 110114 sual çox mənasızlaşır istəyirsiniz. Və sonda 110116. İnşallah bu da normal getdi. Deməli, burada bizə qalan bu oldu 2 nəfər. Keçdik. Allahım bu nədir? Yəni, mən sual görən də qorxuram, ciddi qorxuram. Neçə uşağı və nəvəsi var? Deyəsən, bunu köhnə topluda səhv işləmişəm. Ya da hansı sınaqda səhv işləmişəm. Neçə uşağı? Gəlin uşaqlarını birinci tapaq. Yusifov A.M. Baxaq görək o kimdir.
Yusifovlar, Yusifov, ayım tapdıq. Deməli, bu şəxsin övladlarını tapaq birinci. Onun övladlarının qabağına nöqtə qoyaq. Valideyn olaraq baxmağa çalışacağım yəqin ki. 31-55 övladları bunlardır. 33 kimsə də. Nəysə, hələ ki belə gedir. 31-55. Bu çox uşaqlı insandır. Deməli, cibdə var 2 dənə övlad. Oğlan övlad, qız övlad falan deyilmi? Elə suallar olur. Təsəvvür edin ki, ortasına gəlmiş yazıb ki, oğlan uşağının uşaqları. Elə bir söhbət çıxır. Şəxsi neçə uşağı var, nəvəsi var. Yəni neytraldan nəvə tapacağıq artıq. 23. Bax bu adamların övladları, bu insanın da zürriyyətidir. Bir də bunlar var. 5 nəfər də buradan elədik. Məncə yəni cinsiyyətlə bağlı başqa söhbət edilməyib. Verilənlər bazasında olan cədvəl 1 adlı, cədvəl 2-nin hər bir sətrində övlad və onun valideynləri başa düşdüyü informasiya uyğun ID qiyməti ilə təyin olunmuşdur. Cədvələ verilənlər Əlizadə oğullarının, oğlan nəvələrinin sayının cəmini tapın. Artıq burada yenə də cins ayrı seçkiliyimiz var. Niyə oğullarının və oğlan nəvələri? Düzmü dedim? Oğlanların və oğlan nəvələrinin sayını tapın. Allah. Kim idi o? Əlizadə Ə.M. Gözlə. Başqa Əlizadə varmı? Bu insanın özü qadındır. Mükəmməl. Birinci onun oğlanlarını tapmağa çalışaq. O da kimdir? Əlizadə və oğlan nəvələr yoxsa oğullarından doğulan nəvələr? Oğullarının və oğlan nəvələrinin. Yəqin ki, qızlarından doğulan uşaqları nəvə olaraq qəbul edirlər də. İnşallah. 44. Bu 2 dənə uşağı var. Bəli. Onun 22-51. 22-51. Bu kişidir. Bu dostumuz kişidir. 33-42. Bu dostumuz da qadın. Deməli, oğlanlarının sayı 1-dir. İndi oğlan nəvələrini tapmaq lazım. Cumaraqlı. 22-51. 22-51-in və 22-51. 33-42. Bəli. 22-51 və 33-42. Ümid edirəm ki, gözdən qaçmayıb heç kim. Mövzu nədir? Mövzu budur. Bunların oğlan nəvələri lazımdır. Bu bizdə kişidir. Bəli. Bu adam kişidir. Şəxsiyyət olaraq xanımdır bu. 33-51 bu da xanımdır. 44-62 bu da kişidir. Ümumi olaraq 1-in 2-yə 3 dənədir. Mənə bir dənə şey maraqlıdır. Bu 22-62-nin övladı varmı burada? 22-62-nin yoxdur. 55-42-nin övladı varmı nə təvsədə? Onların da yoxdur. 33-51-in o da yoxdur. 44-62-nin 44-62-nin ən azı yaxşı gətiriblər. Bəzən olur ana ilə ata üstə düşmür. Bunun valideyni kimdirsə də, o biri valideynin də övladları yeni gəlib. Bu maraqlıdır. Mən biraz diqqət edirəm bəzən. 22-62-nin 77-55-dir. O birisi valideyni. İkisindən cinsiyyəti fərqlidir. 22-55. Buna baxacağım ya. Deməli bu 77-51 qadındır. Ən azı fikir veriblər buna. 33-71 bu kişidir. Soyadları uyğun gəlməsi də olar. Yola vermək olur. Bir də 33-42. Buna mən fikir verirəm. Yox. Bir dəqiqə. 33-42 ehtiyac yox. 22-62, 55 nəmlə. 33-42 onsuz da bilindir. Aydın. Bir də görsən yoxlayırsan 2 valideyn ikisi eyni cinsiyyətdə zadda çıxır. Suallarda onsuz boş bir şey vaxtımdır. Alqoritma çatdı. Bəlkə onu da işləyək. Zarafat eləyəm. 4-ün yarısıdır. Bazar günü də bir yüngülvari. Həftə çox gərgin keçirik. Semestr başlayandan çox gərgin başlayıb. Dəhşət. Mən hələ ömrümdə bu qədər yükün altında tədrisini başladığım yadıma gəlmir.
İnformatika üzrə olimpiyadanın məktəb turundan yekun balı ən azı 10 olan və ya 6 yaxud 7-ci tapşırıqdan yekun balı ən azı 10 olan. Gəlin baxaq. 3, 4, 5, 8. Yekun balı ən azı 10 olan. 1, 2, 3, 4, 5. 14 varımız dostumuzda. 1, üzrə. 2, 3, 4, 5, bu 10'dur. 2, 5, 9'dur. 3, 5. Mən bilən burada Kamran var, onu seçmirlər. Bəxti gətirmir dostumuzun. 3, 4, 4'ün üstünə 3, 7, 11, 2, 5, 7, 3, 9, bəxtini gətirmədi Kamran. Və bu da 5. İndi ən azı 10 olan neçə bir dəqiqə. Cədvəlin fraqmentası növbət keçən oğlanların ballarının cəmi. Bəli, cinsi ayrı seçkiliyimiz davam edir. Buradan oğlan kimdir? Ömər dostumuz var. Təbrik edirik sən Ömər. Mehin qız adıdır da yəqin ki, hə? Cinsiyyəti verib yaxşı. O da setitdir bir anlıq. Deməli, oğlanların ballarının cəmi lazımdır. Bu getdi. Sonra mənə deyir ki, 6 yaxud 7-ci tapşırıqlarda maksimum bal yığan. İndi 5-ci və 6-cı tapşırıqlar üçün maksimum bal 3'dür. 6-dan maksimum bal yığan Elnarə xanımdır. Mehin xanımdır. Yuska bizdə oğlandır. Təbrik edirəm Yuska. Və 7-ci tapşırıqda maksimum 4'dür. O 4'ü də ki, bəxtimizdən bir dənə də Fatih dostumuz götürüb. O da olur bizdə 22. 10, 17, 22. Bu qədər. Ümid edirəm açıqlayıcı, faydalı, maraqlı keçdi. Hələlik sağ olun, salamat qalın, gecəniz xeyrə.